Salam, hər vaxtınız xeyir olsun. Mən Ağabəyli Saməddin. Bugün sizə miqra sertifikasiya imtahanı hazırlaşanlar üçün 10 suallıq dəstək videomuzun 3-cü hissəsini təqdim edəcəm. Təbii ki, miqra hazırlaşanlar təkcə bu videolarla kifayətlənməsinlər. Kanalımızda kifayət qədər çətinlik dərəcəsi artırılmış, orta, rahat hər tipdən suallar var, hər şeyi işləyin. Sertifikasiyalar isə orta tipli suallarla da kifayətlənə bilərlər. Təbii ki, bunu hər dəfə vurğulayıram. Əgər məktəb dərsində olan bütün hər şeyi bilirsinizsə, sertifikasiya imtahanından inşallah ki, yəni əmin olun ki, keçəcəksiniz. Sadəcə çətin suallar işləməyin də məqsədimiz odur ki, təkcə keçmək bizə bəs eləmir, həm də ən yüksək nəticəni əldə etmək istəyirik. Miqrar isə nə göndərilir, kanalda nə paylaşılır, hamısının ardıcıl formada işləsinlər. Getdik. Birinci sualımız və kanalımıza abunə deyilsə, abunə olub bildirişləri açın. Ödənişsiz WhatsApp kanalımıza qoşulmaq istəyirsinizsə 055 527 2599 WhatsApp nömrəsinə yaza bilərsiniz. Fikrimdə bir ədəd tutdum. Sonra bu ədədi 2 dəfə azaldıb, aldığım nəticəni 30 vahid artırdıqdan sonra 8-in 5 misli aldım. Bunu indi göstərmək üçün x ilə göstərirəm, x-sız da yazmağı göstərəcəm. Fikrimdə bir ədəd tutdum x. Bunu 2 dəfə azaltdım, böl 2. Aldığım nəticəni 30 vahid artırdım. Bərabərdir 8-in 5 misli. Yəni mən nə edirəm? 8-i 5-ə vururam. 8-i 5-ə vuranda eləyir 40. 30 vahid artırmışamsa, indi geri qayıdıram, 30 vahid azaldıram. 40-dan 30 çıxanda 10. 2 dəfə azaltmışdımsa 2 dəfə artırıram. Onu 2-yə vurdum, 20. Cavab oldu B. Yəni 8-i 5-ə vurdum, 30 çıxdım, 2-yə vurdum. İkinci sualımız, məsələnin həlli üçün ifadə qurun. Mağazada A kiloqram banan və B kiloqram gilas alındı. 1 kiloqram bananın qiyməti 2 manatdır. Deməli, bananın qiyməti 2 manatdırsa və A qədər banan alınıbsa, 2A qədər bananın puludur. Düzdür? Və bütün meyvələrə 9 manat pul verilmişsə, 1 kiloqram gilas neçəyədir? Bax, diqqətli olun. Biz bananın kilosun puluna vurduq 2 manata. Çünki 2 manatda kilosuna görə A-nı 2-yə vurduq. Üstə gəl, gilasın kilosu B-dir. Vuracam onun puluna. Bilmirəm axı bunun pulu nə qədərdir. Özümdən bir kvadrat yazıram. Yəni gilası kilosun vurdum puluna. 1 kilosun qiymətinə. Bərabərdir 9 manat elədi. İndi mənə buradan soruşur ki, 1 kiloqram gilas neçədir? Bu kvadratın nəyə bərabər olduğunu soruşur. Sən birinci B vur kvadrat bərabərdir. 9-dan 2 anı çıxacaqsan, yəni toplanan cəm qaydasına görə. Və sonra sənə bu kvadratın özü lazımdır. Yəni birinin qiyməti lazımdır sənə. 1 kilosunun qiyməti. Ona görə 9 çıx 2A-nı mötərizəyə alıb B-yə böləcəksən. Doğru cavabımız 9 çıx 2A bölünsün B. Hansı variant? A variantı bizim cavabımızdır. Üçüncü sualımız. Cavablar sentinerlə istədiyinə görə biz də hər şeyi sentinerə çevirə bilərik. 2 ton 300 kiloqramımız. 2 tonumuz 20 sentinerdir. 300 kiloqramımız da 3 sentinerdir. Bilirsiniz də 1 ton 10 sentinerdir və yaxud da 1 sentiner 100 kiloqramdır. Bu da elə də 23 sentiner. Əla. Üstə gəl 12 sentineri 3-ə böləndə 4 sentiner çıxılsın. 16 tonu 40-a böləndə. Baxın 16 ton 160 sentinerdir. Bunu 40-a böləndə 4 sentiner eləyir. Çıxılsın 4 bərabərdir 23 sentiner. Doğru cavabımız A variantı. Bu 4'lər bir-birini apardı və 23 sentiner qaldı. Növbəti sual. Bakıdan istirahətə gedən ailə üzvləri bir çox müdavim bu sual səhv yazıblar. O da həftənin günlərini qarışdırdığına görə xahiş edirəm öyrənin bunları. Bakıdan istirahətə gedən ailə üzvləri cümə günü saat 14:00-da Gəncəyə çatdı. Bax, cümə günü 5-ci gündə bilirsiniz. Bu üzərinə də yazıram biləsiniz. 14:00-da çıxıb şənbə günü yox, bazar günü yox, bazar ertəsi saat 15:00-da geri döndülər. İndi baxın, 14:00-dan növbəti gün 14:00-a qədər bir gün tam keçmiş olur. Mən də loru dildə başa salmaq üçün deyirəm. 5-ci gün, yəni cümə günündən 6-cı gün saat 14:00-a qədər bir gün keçəcək. Bir gün. Şənbə günü 14:00-dan bazar günü 14:00-a qədər yenə bir gün keçəcək. Bir gün. Bazar günündən bazar ertəsi 14:00-a qədər yenə bir gün keçəcək və əlavə də 1 saat keçəcək. 1 saat. Yəni sualın cavabı 3 gün bütöv, 1 saat da əlavə. 3 gündə saata çevirsəz 3 vurulsun 24, bir günümüz 24 saatdır. Üstə gəl 1. Elədi 73 saat. D variantı bizim cavabımızdır. 5-ci sual. Motorlu qayıq 2 saat axına qarşı. 3 saat durğun suda 6 saat axın ilə getdi. Axına qarşı gedibsə, katerdən çayı çıxacam. Durğun sudakı sürəti 15-dir. 15-dən
2-ni çıxacam axına qarşı. Vuracam bunu 2-yə. Bərabər. 13 vur 2 elədi 20 neçə 6. Düzdürmü? 3 saat durğun suda. 15 vurulsun 3 bərabərdir 45. Bu da olur durğun suda, düzdürmü? Çünki durğun suda çayın sürəti nəzərə alınmır. Axın ilə isə, yəni 15 üstə gəlsin 2 axın ilə də vurulsun 6. Bərabərdir. 15 ilə 2-ni toplayanda 17, 6-ya vurdum 42, 4 yadda. 6, o da 104. Deməli, burada da 102 daha doğrusu. 102 kilometr də burada gedim. Hamısını toplayaq 102, 26, 45. Toplayanda 6 üstə gəlir 2, 8, üstə gəlir 5, 13, 3 yazdı 1 yadda, 7, 1. 173 kilometr. B variantı bizim doğru cavabımızdır. 6-cı sual. Sinifdəki şagirdlərin 22-si Qubaya, 16-sı Qəbələyə, 5-i isə həm Qubaya, həm də Qəbələyə gedəcək. Yalnız Qubaya gedən şəxslərin sayını tapın. Bunu belə Venn diaqramından da göstərə bilərəm. Venn diaqramı da yaza bilərsiniz. Sadə sual. 22-si Qubaya gedir. Quba. Bu da Qəbələ. 5-i həm Qubaya, həm də Qəbələyə gedir. 5 nəfər ortadadır. İndi 22-si Qubaya gedirdisə, bu 22 nəfərdən 5 dənəsi ortaq adamlar da həm Qubaya, həm Qəbələyə. Deməli 22-dən 5-i çıxarım görüm, yalnız Qubaya gedənlər neçə nəfərdir? Yalnız Qubaya gedənlərin sayı 17 nəfərdir. Cavab oldu D. 7-ci sual. 6, B, 8, 4, 7 ədədini 10 minliklərə qədər yuvarlaqlaşdırdıqda təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 min sağındakilərə də baxırıq, ədəd artır deyir. Artım verən ədədlər 5-dir, 6-dır, 7-dir, 8-dir və 9-dur. Amma rəqəmlərin müxtəlif şərti var. Rəqəmlərin müxtəlif şərti varsa, biz 6-dan, 7-dən və 8-dən, burada o ədədlər var axı, istifadə edə bilmərik. Ancaq 5 və 9 istifadə edə bilərik. Bu da olur 2 dənə, yəni D variantı 2 bizim doğru cavabımızdır. Bunu yuvarlaqlaşdırma dərs sahasına mütləq açıb baxın, orada öyrənin. İmtahanda hər il yuvarlaqlaşdırmaya sual olur. Bir daha xatırladım, bizim sınavlar qrupumuza, suallar olan ödənişsiz qruplarımıza qoşulmaq üçün 055 527 25 99 WhatsApp nömrəmizə yaza bilərsiniz. Torbada 12 ağ, 7 qara, 14 yaşıl top var. Torbaya baxmadan ən az neçə top çıxarmaq lazımdır ki, 4 ədəd ağ top mütləq olsun. Baxın, ağın adını çəkirsə, qaydamız belədir. Ağdan başqa digər rəngləri toplayırıq. Üzərinə son cümlədəki ağdan neçə dənə istəyirsə onu gəlirik. Yəni ehtimalın sizə düşəcək tipləri əzbərlənməsi lazım olan tiplərdir. Ona görə əzbərləyin bu hissələri. Qaydana əzbərləyin. Yəni 21-in üstə 4 gələndə 25. D variantı. 9. Düzbucaqlının eni uzunluğunun 1/4-dən 10 cm böyüdür. Düzbucaqlının perimetri 200 cm olarsa, bax, eni uzunluğunun 1/4-dən. Gəlin uzunluğuna x yazaq, eninə də 1/4x üstə gəl 10 yazaq. Və bu ikisini toplayıb 2-yə vursam, perimetr alınacaq. Yəni, x ilə 1/4x üstə gəl 10-u toplayıb 2-yə vursam, bərabərdir 200 olacaq. 200-ü böləcəm 2-yə. 200-ü 2-yə böləndə neçə eləyir? 100 eləyir. Bərabərdir 100. Düzdür? 100-dən də 10-u çıxacam. 100-dən də 10-u çıxacam. Yəni, x üstə gəl 1/4x bərabərdir 90. Bu tənliyi həll etməyi bacarın. Çünki sizə lazım olacaq. Hər birini 4-ə vuraraq məxrəcdən azad edə bilərsiniz. 4x üstə gəl x bərabərdir 360. 5x bərabərdir 360-a. X də bərabər 360-ı 5-ə bölürəm. 7, onun içərisində 2. 72. Deməli, uzunluq 72-dir. Eni isə 72-nin 1/4-dən 10 vahid çox. 72-ni 4-ə böldüm. Bir dəfə 32-nin içərisində 8, 18, bu da 28. Eni 28, uzunluğu 72. Mən də 28-i vuram 72-yə, bərabərdir 2016 edir. Dəqiq yeni vurarsınız, gözümdən nəsə qaçmasın. Birdən 1516 deyər. Yaxşı, dəqiq vuraq, səhvli olmasın. 72 vurulsun, 20 neçə 8. 6 yazdıq, 1 yadda. 56, 57, 4, bu da 14. Deməli, 6, 1, 0, 2. 2016 düz tapmışıq. A variantı bizim doğru cavabımızdır. 2 çəndə 525 litr su var. Baxın, birinci çən, bu da ikinci çən. Cəmi 525 litr su var. Birinci çəndən 29 litr su götürdük. Birincidən 29 litr götürəndə təbii ki 525-dən də 29 azalacaq. 15-dən 9 çıxacam 6, 11-dən 2 çıxacam 7 və 476 qalacaq.
İkinciyə 35 litr əlavə olundu. Bu zaman 476-nın üzərində 35-i gələcəm. 1 yazdım, 1 yadda, 10, 1 yazdım, 1 yadda, 511. Düzdür? Bundan sonra birinci çəndə ikincidən 19 litr çox su oldu. Birincidə ikincidən 19 çox oldu. İkinciyə x yazdım. Birinciyə x üstə gəl 19 yazdım. Və bunların da cəmi 511-i verir. 2x bərabərdir 511-dən çıxacam nəyi? 19-u. 11-dən 9 çıxanda 2, 10-dan 1 çıxanda 9, 492. X də bərabər 492-ni 2-yə böləcəm. 2 dəfə 4, 6, 246. Deməli, bura 246 yazacam. Bura isə 246 üstə gəl neçədir? 19-dur. Gəlin yaza 246 üstə gəl 19-dur. 5 yazdıq, 1 yadda 6, 265. 265 bax buranın qiymətidir. Amma nə zamanki qiyməti? 29 litr götürüləndən sonraki qiyməti. Bəs bu 29 litri götürməsəydi neçə olardı? 265-in üstə həmin o götürdüyüm 29-u gəlirəm. 14, 4 yazdıq, 1 yadda 8. Bu da neçə? Deməli, burasını dəqiq hesablayaq. 8, 9 olacaq. 14, 1 yadda 8, 9, 294. Görək nəsə gözümüzdən qaçmayıb. Ola bilər bunun cavablarında nəsə problem olsun. Bir daha baxa burasına. Birinci çəndə 29 litr su götürdülər. Götürdük. İkinciyə 35 litr su əlavə olundu. Əlavə etdik. 525-dən 29-u çıxdıq. Görək hesab səhv eləməmişik. 15-dən 9 çıxdıq. Neçə elədim? 6. Burada qalıb 11-dən 2 çıxdıq. Hə, burada səhv eləmişik. 11-dən 2 çıxanda 9 eləyir. Burada da qalıb neçə? 400. 496. Deyirəm də nəyəsə gözümüzdən qaçırmışıq. Bütün sualın gedişatını dəyişmişik. Eybi yox, düzəldərik. Sadəcə hesab səhvimiz olub. Yəni sualda problem yoxdur. Bu elədi 496. 496-nın üstə gələcək nəyi? 35-i. Gəldik 35-i. 1 yazdı, 1 yadda 12. 3 yazdı, 1 yadda 531. 531-dən 19-u çıxıb 2-yə böləcəyik. Gəlin bölək. 531 çıxılsın. Neçə? 19. 531 çıx 19. 11-dən 9 çıxanda eləyir 2. Burada qalıb 2. 2-dən 1 çıxanda 1 və 512. 512-ni də 2 yerə böləcəm. X bərabərdir. 512-ni 2-yə böləndə 2 dəfə 5 və 6. 256. Bura 256-dır. Bura isə 19 çox idi. 256-nın üstə 19-u gələcəm. 15. 5 yazdıq. 1 yadda 6, 7, 275. 29 litr götürüləndən sonra 275 olub. Bəs götürülməsəydi əvvəlcə nə qədər olardı? Üzərinə bu 29-u geri qaytaram. Yazdım bura 4. 0 yazdıq. Bu da 3. Cavab oldu 304-ə bərabər. Görürsünüz, elementar bir gözdən qaçan hesab səhvi sualın gedişatında variantları, cavabları səhv aldırır. Amma geri qayıdıb baxanda səhvimizi də tapdıq və doğru cavabı tapmış olduq. Belə əjdahalarımız videonun altına rəy bölməsindən neçə suala doğru cavab yazdığınızı qeyd edin. Hansı mövzudan videolarda sual olmağını istəyirsinizsə mütləq rəy bölməsinə qeyd etməyi unutmayın. Sağ olun, növbəti videolarda görüşərik.